Salam dəyərli Turan sevərlər, Turan TV-nin izləyiciləri, oyundan oyuna verilişinin növbəti buraxılışındayıq. Bu dəfəki buraxılışımızda həmişə olduğu kimi Turanın son turdakı və növbəti turdakı oyunlarını müzakirə edəcəyik. Bu dəfəki verilişimizin qonağı idman jurnalisti Mirbağır Cəfərlidir. Mirbağır, xoş gəlmisən. Xoş gördük. Verilişlər mövzulara Sumqayıtla oyuna keçməmişdən qabaq kədərli hadisə baş verib, bundan bağlı danışmaq istəyirəm. Turan İdarə Heyətinin üzvü, nəinki Turan üçün, ümumiyyətlə Azərbaycan futbolu üçün çox önəmli və vacib şəxs olan, çox önəmli bir fiqur olan Yaşar Sultanov təəssüf ki, dünən rəhmətə getdi. Çox ağır bir itki verdi. Həm Azərbaycan futbolu bütövlüklə Tovuz tək futbol baxımından yox, bir intellektual, vacib, çox önəmli, çox mədəniyyətli və yüksək intellekt biliyinə sahib olan bir şəxs itirdi. Tovuz ictimaiyyəti, Azərbaycan futbolu üçün bütövlükdə çox böyük itkidir. Yaşar müəllim Turanla yaşayırdı, azad futbolla yaşayırdı, ideyaları da çox idi. Lakin təəssüf ki, vaxtsız tərk etdi bu dünyanı. Allah rəhmət eləsin, yaxınlarına baş sağlığı verdik. Mirbağır. Jurnalistikaya gəlməmişdən hətta öncə də tanıyırdım Yaşar müəllimi. Bir neçə dəfə müsahibəmiz olmuşdu. Bayaq verilişdən qabaq dediyim kimi, bəzən müsahibədə cavabları elə verirdi ki, redaktə eləməyə ehtiyac yox idi. Yəni intellekti yüksək insan olduğum, yəni oradan bilirdim. Allah rəhmət eləsin. Həm Azərbaycan futbolu sən dediyin kimi bir futbolla döyünən, ürəyi döyünən, Turan Tovuz üçün də ürəyi döyünən bir insan itirdi. Allah rəhmət eləsin. Yeri cənnətli olsun inşallah. Allah rəhmət eləsin. Çox sağ ol. İndi isə keçək verilişimizin əsas mövzusu Sumqayıtla oyundan danışaq. Turan 3-0 hesabı ilə qalib gəldi Sumqayıta və vahid lideri oldu. Liderlikdə möhkəmləndi. Bu oyun haqqında bütövlüklə, həmçinin də bu 7 tur haqqında bir fikirlərini almaq istərdik səndən. Əslində Turan Tovuzdan gözləntilər yüksək idi mövsümün əvvəlində. Burada əsas məsələlərdən biri heyət olaraq məncə pis toplaşmamışdı, yəni pis komplektləşdirilməmişdi komanda. Sadəcə burada bir gözləntilər yüksək olduğuna görə bir psixoloji bir məqam da var idi. Təbii ki, bu komandanın başında Qurbanberdiyev varsa, ehtimal eləmək olar ki, o psixoloji baskı da uzaqlaşdıra biləcək komandadan. Mənim üçün əsas detallardan biri odur ki, yəni hiss olunmur komandada, yəni psixoloji bir baskı hiss eləmir. Burada bir Tovuzda oynamamaq məsələsi də var. Ola bilər ki, Tovuzda oynasaydı, adətən bunu ehtimal eləmək olmur doğrudan, amma məsələn Tovuzda oynasaydı hər şey yaxşı da ola bilərdi, bəlkə də pisə də doğru gedə bilərdi. Çünki Tovuz azarkeşləri daim stadionu, tribunaları doldururlar. Belə istəkli, tələbkar bir azarkeşdir. Amma istənilən halda ortada bir nəticə var. Ümid eləyək ki, elə Turan tezliklə öz evinə qayıdacaq, Tovuzda rəqiblərini qəbul edəcək. Geridə qalan 7 tura baxanda Turan Tovuz mövsümə yaxşı başladı. Yəni irəlilədikcə də oyundan oyuna həqiqətən də komanda üzərinə qoyaraq gedir. Bu komandada Ayxan Abbasovun da bir çalarları var. Heyətdə olan futbolçuların əksəriyyətini Ayxan Abbasov komandaya cəlb edilib və sevindirici hal odur ki, tələblər yüksəldikcə həmin cəlb olunan futbolçuların keyfiyyəti o qədər də aşağı düşmür. Doğrudur, Qurbanberdiyevin gəlişindən sonra bir neçə futbolçular da komandaya dəvət olunub. Mənim üçün ən maraqlı məsələ o idi ki, Qurbanberdiyev, yəni mən ehtimal edirəm ki, belə fikirləşirəm ki, ötən mövsümə qədər hələ də Qurbanberdiyevin tam olaraq o istədiyi heyət, istədiyi sistem oturuşmamışdı, amma bu 7 oyuna baxanda həqiqətən də hiss olunur ki, Qurbanberdiyev artıq istədiyi sistemi otuzdurub, istədiyi futbolçuları cəlb edib komanda üçün belə deyək, ən üstün cəhətlərdən biri üçlü, təbii ki, 5-li müdafiə olan üçlü stoperlər, Miller, Hakman, Hurtado çox yaxşı səviyyədədir. Bu cür 5-4-1 oynayan komandaya qarşı oynamaq ümumiyyətlə çətindir. Amma ələxüsus hələ bunu həmin 5-4-1 oynayan komanda bunu çox yaxşı yerinə yetirirsə, baş məşqçisinə Qurbanberdiyevsə, yəni 2 qat çətin olur həmin komandalara qarşı oynamaq və bunu da mövsüm gedişində görürük və ən əsas məsələlərdən biri Olabe və Serrano tandemi. 2020-ci illərin İspan futbolçularına oxşurlar, dayaq müdafiəsində həm topla oynaya bilirlər, həm müdafiə fazasında çox yaxşıdırlar, rus dilində deyəcək, belə deyək də, adborları çox yaxşıdır, Olabe. Əvvəl Serrano hardasa biraz tək qalırdı, sanki o istəniləni verə bilmirdi, amma Olabe'nin gəlişindən sonra baxmayaraq ki, Atletico Madriddə çox da futbol oynayıb, amma adam Atletico Madrid görüb, səviyyə görüb, İspaniya futbolu görüb, yəni və oynadığı futbol tək bir qolla çox vaxt ümumiyyətlə futbolçunu dəyərləndirmək olmaz, amma Neftçiyə vurduğu qol o qədər gözəl idi ki, yəni burada bir ustalıq, keyfiyyət məsələsi idi. Yəni Olabe də həqiqətən gələndən sonra hətta İmişliyə də qol vurdu, çox önəmli. Məncə həmin oyunda o 98-99-cu dəqiqədə həmin o qol, çıxarılan qol məncə Turan Tovuzun indiki yəni xallarına, yəni indiki
durumda yaxşıdırlarsa o qolun çox böyük bir təsiri Həm var. Neftçinin oyundakı qolu, həm o qol Doğrudur, çox doğru. vacibdir. Çox Ən çətin vacib qol. məqamlarında komandanın iki dənə Yəqin vacib yad qol. xatırlayırsan, Michel Madeira Qarabağda belə idi. Bəli. Yəni həm adboru çox yaxşıdır, müdafiə fazasında çox yaxşı oynayırdı, topla çox yaxşı idi və hücumlara qoşulurdu və çox adam onu gözləmirdi. Amma Neftçi ilə Kubokun finalında 120 dəqiqədə bir artıq penaltilərə girdi, amma bir baş zərbəsi var idi. Yəni elə Atletico Madridin oyunda işlər pis gedəndə bu cür bu tip futbolçular bəli, fiqurlar ortaya çıxırlar və Qurban Berdiyev də sistem olaraq da yəni artıq neçə illərdir sən özün də Qurban Berdiyevi izləyən adamsan. Yəni neçə illərdir eyni futbolu oynadır. Bir Rubində olduğu 2007-2008 mövsümü var. 2008-ci ildə yəni komanda çempion olmuşdu, iki çempionluğu. Orada oynadığı futbolun eynisini illər sonra biz Turanda görürük. Məsələn ona gəlmək istəyirəm. Sözümün canı odur. Məsələn birinci turda Lokomotiv Moskva ilə bir oyun var. Şaronov, yəni xatırlayırsan Rusiya milli oyunçu İlk dəqiqələr əsasında qol vurdu və ondan sonra adamlar yəni 90 dəqiqə nə rəqibə oynamağa imkan verirlər, nə də özləri futbol oynayırlar. Cansıxıcı bir oyundur, amma ortada nəticə var. Qurban Berdiyevin bəllidir bu oyun sistemi. Artıq iki oyunda qol da buraxmalılar. Kəpəz üzərində 3-0 qələbə, Sumqayıtın oyunda 3-0 qələbə. Yəni məncə Turantovuz hələ də artıracaq. Çünki nəyə əsasən demək olar? O sistemi otuzdurub və heyət də artıq ötən mövsüm çox rotasiyalar edir, amma heyəti tapıb. Və maraqlı məqam bir də odur ki, Sumqayıtın oyuna harca daha çox hücuma meylli bir futbol heyətlə çıxmışdılar. Jo Batista doğrudur çox qol vurmasa da, yəni elə hücumçular var ki, qol vurmağına çox da ehtiyac yoxdur. Yəni ona düşən bir vəzifəni yerinə yetirir. Alex Souzanın ayağı açılıb, çox yaxşı durumdadır həqiqətən də. Ayxan Abbasovun vaxtında da yaxşı vacib qollar vurdu, amma çox da belə də ön plana çıxmırdı. Amma bugünkü gündə hücum fazasında, yəni həm Jo Batista olsun, Alex Souza olsun çox vacib fiqurlara çevrilib. Hələ ehtiyatda İbrahimov vacib var. Yəni heyət baxımından, yəni çox yaxşı bir durumdadır Turantovuz. Hə, bəli, lazım yenə futbolçular lazımdır əgər çempionluq oynayırsansa. Yəni çempionluq oynamaq təbii ki, o demək deyil, yəni biz çempion olacağıq. Amma yəni hazırda komanda liderdir və nəzərə alsaq ki, bu üzərinə qoyaraq gedəcəklərsə, böyük ehtimalla mən elə hesab edirəm ki, çempionluq təbii ki, çox çətin. Yəni bir çempionatda ki, Qarabağ kimi komanda varsa, yəni onlar istəyirlərsə, yəni onlarla mübarizə aparmaq çox çətindir. Amma Turantovuz, yəni bu dəqiqə saya biləcəm, məsələn Qarabağ, Zirə olsun və Turantovuz bu üç komandanın bir də Araz Naxçıvan, yəni yaxşı durumdadılar, yəni Avrokuboklara ilk dördlükdə mən əsas namizədlər hal-hazırda onları görürəm. Ona görə ehtimal eləmək olar ki, Turantovuz üzərinə qoyaraq getsə, qış fasiləsinə qədər daha çox hal ehtiyatına sahib olacaq. Və eyni zamanda futbolçuların da yavaş-yavaş komanda yoğunlaşması, forma yığılması məsələsi var. Məsəl üçün Serrano Olabe tandeminə yaxından da vurğuladım. Mən düşünürəm ki, məsəl üçün hələ ki Olabe ilə Serrano tam potensiallarını göstərməyiblər və ən əsasında Serrano mövsümün əvvəlki təlim məşq toplanışında olmadı, sonradan qoşuldu, qədər gec gəldi. Olabe komandaya yeni qoşulub. Məsəl üçün mən bəzən oyunlarda məqama fikir verirəm. Düzdür, oyundan oyuna bir yaxınlaşır, amma düzəlir daha doğrusu. Amma bəzən diqqət etirən futbolçular Olabe daha yaxşı mövqedə olsalar belə yenə Serranoya pas verirlər. Çünki artıq neçə mövsümdür komandanın maestrosu, əsas güc daşıyan futbolçu Serrano olub da hələ də beyinlərində o var. Amma yavaş-yavaş Olabeyə də alışdıqca düşünürəm ki, bu iki tandemin birlikdə oyunu daha yaxşı olacaq və xüsusilə vurğulamaq istədiyim bir məqam da var. Sən bizə rotasiyalardan, heyətin genişliyindən danışdın. Sumqayıtla son oyunda misal üçün Ozobiç istəmədi, zidələndi, oyunu tərk etdi. Rəhim Sadıqov yerinə meydana daxil oldu və ümumiyyətlə Ozobiçin yoxluğunu hiss eləmədi. Rəhim ümumiyyətlə gələndən sonra həqiqətən çox faydalı olur, çox hərəkətli. Halbuki hətta mən də elə ehtimal edirdim ki, artıq Rəhim o qədər də o yüksək səviyyədə oynaya bilməyəcək, amma görünən odur ki, yəni oyundan oyunu artırır. Yəni sistem məsələsidir də ikincisi. Yəni sistemin varsa, sistemli komandalara qarşı oynamaq çox çətindir. Sistemli komandalara qarşı oynayırsansa ya səndə olan futbolçuların səviyyəsi, rəqibin səviyyəsindən bir 3-4 qat yüksək olmalıdır ki, keyfiyyət hesabına nəsə eləsən. Məsələn, bugünkü gündə Qarabağ Benfica ilə oynayırsan, sistem məsələsidir. Zirənin özündə artıq Rəşad Sadıq 5 ildir komandadadır. Məsələn, Neftçilə oynayır. Mənə elə gəlir ki, Zirənin heyəti o qədər də fərqli olaraq futbolçular götürsən, keyfiyyət o qədər yüksək deyil. Amma adamların sistemi var. Bir futbolçu ki, ona tapşırılan, yəni tapşırığı dərk edir və nə etməli olduğunu meydanda bilirsə, sistem işləyirsə, yəni həmin komandaya qarşı oynamaq çox çətindir. Məsələn, Union Belçika klubu. Doğru, Newcastle uduzdular 4-0. Amma nəyə görə uduzdular? Newcastle-dakı futbolçuların fərqli keyfiyyəti bir 4-5 qat. Amma Union futbol baxımından pis oynamadı. Fakt imkanları da oldu, sistem var. Gasperinin Atalantası. Yəni sistem varınsa, bir baş məşqçidən asılıdırsa, yəni bu yaxşı məndə olsun da Allah baş məşqçidən asılı olsun, bütün məsuliyyət ondadır. Bir baş məşqçidən asılıdırsa hər şey, yəni sistem
ondadırsa, varsa, Turanda da məncə var. Ona görə Turanın həm Qurban Berdiyevin oturduğu komanda üçün futbol sistemi və plus istədiyi futbolçuları tapması, bunları nəzərə alıb deyirəm ki, yəni Turan Tovuza bundan sonra Turan Tovuz üçün yəni rəqiblər üçün çox çətin olacaq məncə onlarla başa-baş mübarizə aparmaq. Razıyam səninlə. Böyük ehtimal var Sumqayıtın oyunda daha çox hücuma meylli oynadılar, amma Qarabağın yəqin ki Təbii ki, ehtiyatlı oynayacaqlar. Ötən mövsüm qazanılan qələbələr var. Futbolçular da artıq dərk edir psixoloji olaraq ki, Qarabağı məğlub eləmək olar. Mən bir məqama toxunmaq istədim. Sistemin futbolçular oturuşması. Məsəl üçün bayaq Jo məsələsini qeyd etdinsən və Alex Souza. Mən Alex Souza'nın keçən mövsümdə ondan qabaq bu qədər qaçdığını xatırlamıram. Amma adam həqiqətən dayanmır bütün oyun boyu və oyunun sonlarına yaxın artıq yorulmuşdu, əvəzləndi. Yerinə Ayxan Hüseynov daxil oldu. Ayxan Hüseynov da çox uğurlu daxil oldu. Çox gözəl qol vurdu həqiqətən. Orada Xəyalın ötürməsi, Xəyal Cəfərin ötürməsi də qeyd etmək lazımdır. Marasa bir təxmini 50-60 metrdən çox ideal ötürmə verdi Ayxana. Sevindirici hal odur ki, legioner limiti olmasa da təbii ki, könül istər ki, çox futbolçumuz oynasın. Yəni çempionluğa oynayan, iddialı komandada nə qədər Azərbaycanın çox olsa, həm milli komandamız üçün xeyirlidir, həm də yəni Azərbaycanlı olaraq sevinərik ki, bizim futbolçular da oynayır. Məsələn, Faiq Hacıyev daimi olaraq artıq sağ cinahda da yeri olmasa Qurban Berdiyev sol cinahda oynayır. Yəni təbii ki, bu futbolçuda o keyfiyyət var ki, döyüşkənlik. Qurban Berdiyevin istədiyi bütün komandalarda da olur, yəni döyüşkənlik. Yəni Faiq Hacıyev oynayır. Könül istər ki, Ayxan Hüseynov da daim oynasın, Xəyal Nəcəfov da, Şəhriyar Əliyev də. Amma ən azından heyətdə varlar, rotasiyalar lazım olanda bizim yerli uşaqlar meydana çıxırlar və sonunda bizim Xəyal Nəcəfov bəyətqədə Ayxan Hüseynov başladı. Üç Azərbaycan futbolçunun yaratdığı bir qol idi. Eyni zamanda bayaq Joya toxunmaq istəyirdim. Jo son oyunlara fikir vermişəm. Joya ilk baxışdan baxanda ağır futbolçu təəssüratı yaradır. Adam bəlkə də pressingdə o qədər effektiv deyil, amma zamanında pressing edir. Artıq neçənci turda Jo ən azı 1-2 dənə epizodda pressingdə topu rəqibdən alır, təhlükəli epizod yaradır və son oyunda Alexin Sumqayıtda ikinci qolu məhz Jo'nun ağıllı pressingi, ağıllı vaxtında rəqibdən topu oğurlanması hesabına qol vuruldu. Düşünürəm ki, bu sistem oturtduqca, Vacı komandaya yavaş-yavaş alışdıqca və eyni zamanda ehtiyatda olan digər futbolçular hansı ki, Jorge Silva artıq ikinci oyundakı qol ötürməsi verdi komandaya, ideal ötürmə verdi. Bir də ki, Qurbanov və adaşı Qurban Berdiyev doğrudan hər bir futbolçu, yəni o deməkdir ki, gələcək 100% yaxşı olacaq, amma bu iki məşqçinin gətirdiyi futbolçular gözləntilər yüksək olmur, amma sonradan o qədər yaxşı bir performans ortaya qoyurlar ki, yəni sanki çox da yəni ehtiyat eləməyə ehtiyac yoxdur ki, yəni bu futbolçu görəsən necə çıxacaq. Jo'nun özü dediyim kimi qollar vurmur, amma adam başqa bir funksiyada komanda yoldaşlarının qol vurmasına, əsas yəni komandanın ola bilər ki, Jo məsələn bugünkü gündə 12 qol vurardı, amma Turan 5-ci pillədə yer alır. Yəni o effekt vermir. Məsələn dəfələr oldu, Camilo Duran gətirildi. Hamı düşünür ki, necə olacaq. Pedro Bicalho o qədər də ilk vaxtlarda o qədər də belə deyək də yaxşı performans bəlkə də göstərmirdi, amma oturuşlu komanda, yəni nə demək istəyirəm? Qurban Qurbanov və Qurban Berdiyev, yəni futbolçuları çox analiz edirlər. Dəhşət. Öz sisteminə uyğunluqsa onun üçün önəmli, ad olaraq önəmli deyil. Əsas sistemə necə oturacaq? Bir Qurban Berdiyevin Araş Qadiri transferi mənə satmamışdı. Yəni bəlkə də o da yaxşı futbolçudur. Yəni adam traktorda oynayıb, amma heç cürə yəni o effekti verə bilməz. Bilmirəm niyə alım. Bəzən futbolçu çempionata adaptasiya ola bilmir, amma Araş bəli, Araş həqiqətən çox yaxşı potensial olan futbolçudur. Bu gün İran çempionu yenə mütəmadi olaraq olur, amma sadəcə çox Zovahana keçdi səfərə. Bəli, o mütəmadi olur. Sadəcə çox güman çempionata adaptasiya ola bilmədi. Bəzən olur ki, futbolçular çempionata adaptasiya ola bilmirlər. Uyğunlaşanmırlar, alınmır. Sumqayıtla oyun haqqında danışdıq, geniş danışdıq və eyni zamanda bir mövzu toxunmaq istəyirəm. Faiq Hacıyev qeyd etdi. Sumqayıtda ondan sonra artıq milli komandaya Ayxan Abbasov siyahını elan edib və Faiq Hacıyev karyerasının ilk dəfədir milli komandaya dəvət alıb. Faiq həqiqətən bu günü çoxdan gözləyirdi. Bunun üçün çox işləyirdi. Faiq haqqında danışarkən xüsusi toxunmaq istədiyim mövzu var ki, mən uzun müddət futbol izləyirəm və futbolun ətrafındayım içində belə olmasam belə. Yəni Faiq Hacıyev qədər istəkli futbolçu hələ görməmişəm. Adam futbol oynamaq üçün aşıb yanır və bu yığma dəvət ən azından o istəyinə görə təqdirə layiqdir. Haqq edirdi yığmaya dəvəti və mən düşünürəm ki, bugünkü Azərbaycan yığmasına, Ayxan Abbasov Azərbaycan yığmasına Faiq Hacıyev kimi futbolçu lazımdır. Hal-hazırda bəli, ələxüsus yəni bu oyun sistemində bizə döyüşkən, dayanmadan yəni işləyən bir futbolçu lazımdır. İndi təbii ki, Ayxan Abbasov seçimidir. Fransa Ukraynaya qarşı oynadacaq, oynatmayacaq. İlk növbədə təbrik edirəm Faiq Hacıyevi. Mənim üçün Qurban Berdiyevin yəni bu cür baş məşqçinin yəni heyətində daimi olaraq oynayan futbolçu demək ki, nəsə var ki, oynayır.
özdə komanda yəni deyim sənə 5-ci, 6-cı yerdə getmir də liderlər sırasındadır, hətta liderdir. Ona görə məncə Faiq Hacıevin ən böyük üstünlüyü dediyin kimi dayanmadan döyüşməyi, peşəkarlıqdır, yəni fiziki forması çox yaxşı durumdadır. Yəni dediyim kimi ümid edirik ki, yəni Turanda bu yerli futbolçuların sayı çox olacaq. Görürsən, yəni vahid lider oldular, daimi 7 oyunda oynayır. Sağ cinahda lazım olsa sağ cinahda oynayır. Rotasiya ilə Qurbanbəyli mərkəz müdafiəçisi oynadır, sol cinah müdafiəçisi oynadır. Yəni ümid edirik ki, milli karyerasında uğurlar. Faiq hansı mövqeyə qoyulursa, orada işin öhdəsindən gəlir, adam universaldır. Ayxan Abbas onu yaxşı tanıyır. Bəli, çox yaxşı tanıyır Ayxan Abbası. Bəli, ondan qabaq da gəlmişdi, amma Premyer Liqada şansı məhz Ayxan Abbasov verdi ona. Və Faiq Hacıyevin bir xüsusiyyəti var. Ola bilsin bəzən hücum planında hansısa oyunlarda aksiyablar, hansısa epizodlarda, amma məsəl üçün müdafiə planında Faiq Hacıyev demək olar ki, keçilməz bir cinah müdafiəçisidir. Bu da bizim kimi futbol ölkələri üçün çox vacib məqamdır ki, cinah müdafiəçisi müdafiə planında yaxşı olsun. Çünki adətən biz favoritlərdən sayılmırıq və favoritlərdən oyunlarda mütləq müdafiə planı güclü olan, ikinci növbə olanlarda cinah müdafiəçiləri müdafiə planı güclü olması kifayət qədər önəmlidir. Doğru. Faiq Hacıyev bu qədər və keçək yığma fasiləsindən sonra Turanın Qarabağlı oyunu var. Əslində ev oyunudan bu qarşılaşma bizdən müvəqqəti olaraq Tovuz şəhər stadionunda Qazon şəkil gördük, çox yaxşı. Demək olar ki, hazır. Ümid edirəm ki, yəni tək foto ilə deyil, həqiqətən. Mən onu hər gün görürəm demək olar ki, Qazon çox əla səviyyədədir. Sadəcə deyilən müddət çox güman ki, buna artıq əvvəllərinə tam olaraq Turanın istifadəsinə veriləcəkdir Qazon və Turan Qarabağı qəbul edəcək, Azərbaycanı da qəbul edəcəkdir növbəti turda. Keçən mövsümlə bağlı bayaq sən qeyd etdin, Turan 4 qarşılaşma 2 qələbə 1-2 oldu və Turan bəlkə də Qarabağın qələbə qazanmanın yolunu tapıb, bilmirəm, esiyyətini tapıb, nə dərəcədə doğrudur bunu demək, amma bu mövsüm fərqlidir. Qarabağ Çempion Liqasında kifayət qədər uğur qazanmış komanda, yeri gəlmişkən bu münasibətlə Qarabağ azarkeşlərinə Qarabağla təbrik edirəm. Həqiqətən Qarabağ Azərbaycan futbolunun Azərbaycan bir fəxridir, bir qürur yeridir. Və Turan Qarabağla oyunu var, Turan lideridir və liderlikdə möhkəmlənmək baxımından vacib. Onun üçün Qarabağ üçün də vacib oyuncu. Bir özünü sübut kimi bu mövsümdən bağlı, özünü sübut baxımından. Çünki qeyd etdiyini razıyam. Ötən mövsüm Turandan gözləntilər var idi, amma bir çempionluq mübarizəsi, bir böyük bir iddia yox idi. Ola bilər ki, hardasa ona görə Qarabağa qarşı ikinci nömrə ilə çıxıb, favorit olmadan qalibiyyət belə sürpriz idi, amma bu mövsüm artıq komanda liderdir. Gözləntilər artıq odur ki, yəni sən çempionluğa oynayırsansa, yəqin Tovuz azarkeşləri belə düşünür. Yəni çempionluğa oynayırsansa, ən azından uduzmamalısan Qarabağa. Bu mənada deyirəm ki, Turan Tovuzun özü üstündə Qarabağın oyunu özünü sübut oyunudur. Bir maraqlı məsələ odur ki, Qurbanberdiyev Qayratda işləyəndə yəni Qurban Qurbanova qalib gələ bilməmişdi. Hər iki oyun Turana gələndən sonra artıq 2 dəfə qalib gəlib. Böyük ehtimalla Qarabağ nə qədər də Çempionlar Liqasında oyunu olsa, önəmli oyunları olsa belə artıq Turana daha da ciddi yanaşacaq. Çünki ortada bir nəticə var. Qurbanberdiyev məsələsi var, amma dediyim kimi Qurbanberdiyevin sistemi oturda bilibsə o komandaya qarşı oynamaq çox çətindir. Mən ümumiyyətlə düşünürəm ki, Qarabağ modelinə qarşı, Qarabağ sisteminə qarşı ən çətin sistem məhz Qurbanberdiyevin sistemidir. Çünki o modellə bu model toqquşanda adətən məsələn Rubin Barselona oyununu xatırlaya bilərik ki, o həqiqətən bu iki modelin toqquşması idi orada və Rubin uduz modeli. Və ötən mövsümlə müqayisədə də Turan Tovuzun o həlledici məqamda olan məsələn 3 epizod maksimum yarada bilərsən. Ötən mövsüm müqayisədə bu mövsüm futbolçuların keyfiyyəti daha yaxşı durumdadır. Yəni futbolçular həlledici məqamlarda o lazımi qol epizodlarından istifadə edə bilərlər. Yəni razıyam səndən. Bəlkə də Qarabağ üstündə Çempionlar Liqasında əlavə eləsə bəlkə çox demiş olmarıq. Bəlkə də elə Çempionlar Liqasına daxil olmanın ən çətin oyunlarından biri olacaq. Və eyni zamanda nəzərə almaq lazımdır ki, Qarabağa Turan çox real buraxmamaq lazımdır çempionluq uğrunda uğrunda. Qarabağ 100% çempionluq uğrunda oynayır. Çempionasız favoritidir. Ona görə bu qarşılaşma da maraqlı qarşılaşma izləyəcəm. Düşünürəm sistemlərin mübarizəsi olacağını düşünürəm. Bir də Pedro Becalio məsələsi var. Ona gəlmək. Buyur. Turan Tovuzla Qurbanberdiyev yəni kənardan baxmış olacaq istədiyi bir futbolçuya. Doğrudan ehtimal eləmək olmur. Bəlkə Turan Tovuza gəlsəydi o effekti verərdi, verməzdi. Bəlkə də verərdi nəyə görə? Çünki sistem
Qurbanberdiyev də, yəni Turan Tovuzda sistem oynayan bir komandadır. Amma Qarabağda həqiqətən də Pedro Bicalho UEFA Çempionlar Liqasının birinci turda Benfica-nın oyununda ən yaxşı oyunçu seçildi, amma çoxları düşündü ki, ən yaxşı oynayan Yankoviç idi axı. Amma o qara işi çox möhtəşəm yerinə yetirdi. Adam çox əlası oldu. Yankoviçin maestro kimi görsənməyinin əsas səbəbkarı Pedro Bicalho idi. İndi orada bəzi epizodlar olur ki, 2000 nəfəri bağlayır ki, Yankoviç daha rahat oynasın. Görürsən Yankoviç çox rahat oynadı. Bunun da səbəbkarı Bicalho idi. Bicalho ümumiyyətlə həm pressikdən çıxarkən də komanda yollaşır. Eyni zamanda bəzən sağ cinah müdafiəsini və eyni zamanda mərkəzi müdafiəsini sığortalayır və test edir. Mən bunu çox nadir dayaq müdafiəsində bu keyfiyyət var ki, bir neçə futbolçunu sığortalasın. Eyni zamanda dayaq zonasında olan komanda yollaşır. İdeal boş zon var yaratır. Bunu bacarır. Yankoviçin Benfica-nın oyunda o maestro kimi görsənməyin səbəbkarı oldu. Bir də Qarabağ üçün də əsas üstünlüyü o idi ki, yəni xatırlayırsan, Santa Clara'dan gələndə Julio Romao həm artıq çəkisi vardı, həm müəyyən müddət keçdikdən sonra hətta bəzən düşünürdülər ki, bu futbolçunu niyə gətiriblər, amma ayrılanda yəqin yadındadır ki, hamı deyirdi ki, çox heyf getdi. Amma Romao müəyyən müddət sonra özünü Bicalho gələn kimi Şkendia oyunu, Shelburne oyunu, yəni həqiqətən də çox yaxşı bir tapış. Çox effektiv futbolçudur və mən bayaq sən Olabe Serrano tandemini dedin. İndi bilmirəm Yankoviç Turanla oyuna hazır olacaq, hazır olmayacaq. Böyük ehtimal yox. Böyük ehtimal yox, amma mən mövsüm başlayandan Yankoviç Bicalho tandemi ilə Serrano Olabe tandeminin bir qarşılaşmasını izləmək istirdim. Bilmirəm indi hazır olacaq. O ümid edirəm ki, Yankoviç hazır olar həm Çempionlar Liqasından oyna, həm Turanla oyna. Biz bu dueli izləyərik, amma istənilən halda çox maraqlı oyundur. Sırf Turan Qarabağ oyunu afişa olaraq yox. Sistemlərin çox gözəldir. Sistemlərin bir mübarizəsi olacaq. Dayaq müdafiəçilərinin bir mübarizəsi olacaq. Yəni çox yaxşı çox maraqlı bir oyundur həqiqətən də. Baklovun özü də yəni qapıçı məsələsinə niyə vurğulamaq istəyirəm? Çünki Qarabağ daim hücumda olan bir komandadır. Baklovun özündə də bir xüsusi bir özgüvən gəlib. Sumqayıtın oyununa toxunmadım. Romalingomun penalti zərbəsini dəf elədi, hətta tutdu da belə deyək. Yəni orada bir olsaydı, sonradan gedişə mənim çox maraqlı idi həqiqətən. Sonradan gedişat necə olacaqdı? Geri dönüş eləyə biləcəkdimi Turan Tovuz? Yəni bu barədə Baklova toxunmuşkən məqama toxunmaq istəyirəm. Mən Baklovda ən sevdiyim xüsusiyyət odur. Bəlkə də bilmirəm, mənə elə gəlir, elə deyil həqiqətən, amma kənardan izləyəndə elə görsənir ki, adam müdafiəni çox ayadar eləyir. Və məsələn Sumqayıtla oyunda penalti tut xaricində, qapımız qarşısında qol epizodu yaranmaz və mən oyun boyu Baklovun müdafiəçilərdən üstünlüyünə və danışığına diqqət edirəm. Adam həqiqətən müdafiə sistemini ideal idarə edir və Hurtadoya da baxımdan kömək edir. İşte Turan müdafiəsini götürürsən, mərkəzi fiqur Hurtadodur, müdafiənin lideri olur bu məqam. Və Hurtadoya diqqət edirəm, bir çox məqamlarda yardım edir. Daim ünsiyyətdədirlər və bir mərkəz müdafiəçisinin, hələ də Serrano da 2 dəfə müəyyən məqamlar qeyd elədi oyunun gedişində. Bir qapıçının, çünki meydana yaxşı görən qapıçıdır. Bir qapıçının komanda yoldaşları məqamları deməsi, yardım etməsi bir komandanın çox önəmli məqamıdır. Komandanı idarə etmək bilməsi, müdafiəni idarə etməsi. Ona görə Baklovda mən ən bəyəndiyim xüsusiyyətlərdən biri budur. Doğrudur. Həm özü təcrübəli bir qapıçıdır. Çempionatımızın ən hündür boylu qapıçıdır. Rusiya Premyer Liqası, Rusiya 1-ci liqası görmüş bir qapıçı. Yəni məncə ötən mövsüm Konovalov, Sergey Samok da pis deyildi, amma görünən odur ki, yəni o məsələn Konovalov göndəriləndə əslində mən də düşündüm ki, yəni bəlkə də saxlamaq olardı, amma Baklovun gəlişindən sonra bu 7 turdan sonra düşünürəm ki, yox, yəqin ki, doğru qərar verirlər. Həm təcrübəsinə görə, həm sən dediyin məqamlara görə. Təbii ki, futbolda tək 9-luqdan top çıxartdığında, yəni futbol belə deyil. Elə deyil də, yəni futbol. Ola bilər 9-luğa çata bilmədin, amma oyunun bəlli məsələlər var. Məsələn, Koxalskinin özü Qarabağın oyunu deyə də ona toxunuram. Koxalskinin Benfica-nın oyununda Kaşuka lazım məqamda ötürmə verdi. Yəni bu cür önəmli qapıçının tək top çıxartmağından olmadı. O təbii ki, 80-cı 70-ci illərdə qalmış bir. O futbolun qapıçısı lazımdır. Çünki dönəmin qapıçısı bir çox funksiyaları eyni zamanda yerinə yetirməlidir. Həm bir çox funksiya yetirirsən, təbii ki, bu ekstra gördüyün bir məsələdir. Sənin bir qapıçı olaraq, futbolçu olaraq qiymətini də artır, daha yaxşı yerlərə gedə bilirsən. Ona görə məncə Baklov, Turan Tovuz üçün bundan sonra necə olacaq bilmirəm, amma 7 tura əsasən nəsə demək olurdu az da olsa. Məncə həqiqətən çox yaxşı bir transferdir, qapıçı transferdir. Mirbağır, başqa hansısa bir mövzuya toxunmaq istədiyin mövzu var mı Turanla bağlı? Yəni nə vaxt qayıtmaqları mənim üçün çox maraqlıdır. Yəni bu komanda yerli publika qarşısında
doğrudur, Azərbaycanda oynasalar belə həqiqətən də Tovuz azarkeşləri ümumiyyətlə bütün hər yerə gəlirlər. Bu onlar üçün, komanda üçün çox önəmli bir məsələdir və Tovuz azarkeşlərinin komandanı həqiqətən nə qədər çox sevdiyinin sübutudur. Mən nə qədər sənə deyə bilərəm ki, valla biz oturmuşduq məsələn çayxanada 100 nəfər baxırdıq. Bu yəni göstərici deyil də. Sən mənə çox da inandıra bilməzsən. Allah videoda atsan, amma əsas mənim meydançada, stadionda lazımdır azarkeş. Və Turan Tovuzda üstünlüklərdən biri odur ki, Turan azarkeşləri həqiqətən də stadionda olanda da həm səsləri ilə o xor bir şəkildə, yəni komandalarına dəstək ola bilirlər. Mənim üçün çox maraqlıdır ki, bu komandanı, yəni çünki doğma meydanda. Doğma meydanda görmək çox maraqlıdır. Görəsən o təzyiqdən komanda çıxa biləcəkmi, yoxsa yəni hər şey daha yaxşı olacaq, əlavə rəqibi daha da psixoloji bir sarsıntıya salacaq azarkeşlər. Mənim çox maraqlıdır. Eyni futbolçulara çox səbirsizlə gözləyirlər. Dünən Sumqayıtdan da oyundan sonra bir neçəsinin üstünlükdə olduq. Öz aramızda danışarkən onlar da bu məqamı qeyd etdilər ki, çox darıxmışıq. Azarkeşlər üçün, doğma tribuna üçün, doğma Gəncədə mən Gəncədə görməyə çox. Çünki Gəncə stadionu həqiqətən. Mən qərb dərbi sürülməsi görmək istəyirəm Gəncədə. Təbii Kəpəzi ən azından Turana biraz yaxın gücdə görmək daha maraqlı olardı qərb derbisi. Amma Gəncə stadionu həqiqətən çox yaxşı tikiblər. Çünki son illərdə bizdə tikilən stadionlara baxırdın, təbii ki, Bakı Olimpiya stadionu ilə əlavə də, yəni stadionlarımız o qədər də biraz Avropa stilində tikilmirdi, amma Gəncə stadionu məncə çox yaxşı. İndi ot örtüyü necə olacaq, azarkeşlər ora tam yığılandan sonra bir necə olacaq onu bilmirəm, amma ilkin görünüşü odur ki, bir Avropa stilində olmuşam orada, çox əla stadiondur. Çox yaxşı stadiondur. Xeyirli olsun Azərbaycan futbolçu, belə stadion olması çox vacibdir. Xüsusilə də bölgələrimizdə. Bəli, xüsusilə də bölgələrimizdə məsələn. Turan Tovuz stadionun, Tovuz şəhər stadionunun məsələn arxa tribunaları. Doğrudur, bir tribunanın olması məncə mümkün deyil Səfərəli. Çünki bəli, meydança var. Doğrudur, amma sağ məsələn orada bir zamanla ola bilsin, bəlkə də olacaq. Bir stadionun bəzən bunu həmkarlarımızla danışanda deyirik. Stadionun görünüşü çox önəmlidir. Televiziyada o görüntü çox önəmlidir. Məsələn, bəzən tez-tez bunu danışırıq həmkarlarımızla. Məsələn, televizoru çevirsən kanalı Polşa çempionatı, Sloveniya çempionatı, o qədər məsələn baxırsan Yageloniya ilə Lech Poznan oynayır. Bəlkə də o meydanda görülən iş, baş məşqlərinin sistemi, oyun Azərbaycan çempionatına gedən o işdən o qədər də yüksək səviyyədə deyil, amma azarkeş olsun, görüntü olsun, o qədər cəlb edir ki adamı. Məsələn, ora baxmaq istəyirsən. Mən düşünürəm ki, ümumiyyətlə Cənubi Amerika ölkələrində məsəl üçün və yaxud da Afrika ölkələrində futbol şəraiti o qədər də ideal deyil. Meydançalar və s. Milyonların sevgisi də o futbolçuları düşünürəm ki, o səviyyədə futbol oynamağa məcbur olan. Çünki sən bilirsən yaxşı futbol oynasan, sən milyonlar üçün bir idola çevirəcəksən. Bizim Messi, Argentina da milyonlar üçün bir idoldur. Bu da vacib şərtlərdir düşünürəm ki, və azarkeşlərə toxundun, Turan Qarabağ oyuna yeri gəlmişdən, Turun mərkəzi görüşü düşünürəm ki, 2 dənə çempionluq oynayacağın deyən ki, klub qarşılaşır. Hal-hazırda ən yaxşı durumda olan komandalar. Biri liderdir, digəri çempionluq qazanır, kifayət qədər uğurlu nəticə imzaladı və son illərdə Sabah Qarabağ oyunlarından müqayisə ilə Murad Musayevin Sabahı qeyd edirəm. Hansı ki, çempionluğa çox yaxın idi. O oyundan, yəni liderlərin savaşı mənasında deyirəm ki, mənim üçün bəlkə də o Murad Musayevin gedişindən sonra, o Sabah Qarabağ oyunundan sonra o liderlərin oyunu ən maraqlı oyun bu olacaq. Qarabağ Turandır və düşünürəm ki, ümid edirəm ki, azarkeşlər də tək Turan və Qarabağ fan klubları yox, neytral azarkeşlər də stadionumuzu sən bəyan edin ki, görüntü olaraq çox vacibdir. Bu oyuna gələrlər, baxarlar və bu da əlavə bir ajotaj qatacaq. Ümid edirəm ki, elə də olar. Təşəkkür edirəm sənə. Təklifimizi qəbul etdin, minnətdaram. Çox sağ ol. Bununla da Turan azarkeşləri, dəyərli Turan sevərlər, oyundan oyuna verilişinin bu buraxılışı yekunlaşdı. Özünüzdən müğayət olun, salamat qalın, sağ olun.